Adam Reyner tibb tarixində həm cırtdan, həm də nəhəng kimi bilinən yeganə insandır. 1899-cu ildə Avstriyanın Graz şəhərində doğulan Adam Reyner gənclik illərində çox qısa boylu olub. 1917-ci ildə orduya könüllü yazılmaq istəyərkən boyu cəmi 122,5 sm ölçülüb və o tibbi olaraq cırtdan hesab edildiyi üçün orduya qəbul olunmayıb. Reyner 21 yaşına çatdıqda bədənində qəfil və çox sürətli bir böyümə prosesi başlayıb. 1920-ci ildən 1930-cu ilə qədər onun boyu tibb elmini heyrətə salacaq dərəcədə uzanıb. Həkimlər araşdırma apararkən onun hipofiz vəznində xoş xassəli bir şiş aşkar ediblər. Bu şiş bədəndə həddindən artıq böyümə hormonunun ifraz olunmasına, yəni akromegaliya xəstəliyinə səbəb olub. 1930-cu ildə həkimlər şişi qismən kənarlaşdıraraq böyüməni yavaşlatsalar da onurğasının əyilməsi və boy artımı tam dayanmayıb. O 1950-ci ildə 51 yaşında vəfat edərkən onun boyu 234 sm idi.